Salam, hər vaxtınız xeyir. Bu gün Kür və Araz 4-cü sinif üçün olan riyaziyyat fənnindən olan test toplusundan, test kitabından müqayisə və sıralamaya aid 15 sualın B variantına baxacağıq və bu sual test 6 deyə qeyd olunub burada. Vaxt itirmədən birinci sual ilə başlayaq. Deyilir ki, hansı ədəd 37846-dan kiçikdir? Demişdik ki, rəqəmlərin sayı eyni olan ədədlərdə deməli baxırıq. Baxın 37.000 olduğuna görə 37.000-dən kiçikləri axtarım. Elə 34.000-dən başlayan kiçikdir. Bunu bundan əvvəlki A variantında demişdim. Ki, yəni birinci ilk rəqəmlərinə baxırıq, daha sonra ikinci rəqəm və s. Burada ilk rəqəmi məsələn A variantında 3-dür, B-də də 3-dür, C-də 9-dur, D-də də 3-dür. Deməli C variantını ata bilərəm. Çünki 9 3-dən böyükdür. Hamısı 5 rəqəmlidir. Sonra kiçiyi soruşur bizdən. İkinci rəqəm burada 4-dür A variantında, B-də 8-dir, C-də 7-dir. Deməli B variantında ata bilərəm. Çünki 8 7-dən kiçik deyil, böyükdür. Elə 4 də 7-dən kiçik olduğuna görə A-nı götürürəm. Hansı ədəd model ilə verilmiş ədəddən kiçikdir? Bu ədədi yazaq. Burada 5 yumru var. 3, 1, 4 və 2. 53.142. Bundan kiçik. Hamısı 53.000-dir. Bu 142 bundan eynidir. 412 böyükdür. 836 böyükdür. 124 bundan kiçik olmuş olur. Yenə də eyni qayda ilə. Burada deməli 3-cü ədədlərə fikir veririk. Burada 3-cü ədəd 1-dir. Burada 3-cü ədəd 8-dir. Bundan kiçik deyil. Burada 4-də kiçik deyil. Burada 1-dir, burada da 1-dir. 4-cü ədəd isə burada 2-dir, burada 4-dür. Amma 2 4 burada da 4-dür da. 4 4-dən kiçikdirmi? Xeyr, amma 2 4-dən kiçikdir. Zaten B variantı ilə burada verilən şey eynidir. Boş xanaya hansı ədəd yazıla bilər? Deməli 98.726-dan böyüyü soruşur bizdən. 90.000 olmaz. 10.000 olmaz. 98.720. 726-dan böyük olarmı? Xeyr, təbii ki. Elə qalır 98.896. Baxın, 98 hissələri eynidir. 7. Baxın, 8 7-dən böyükdür. Üçüncü rəqəmlərində fərqi gördük. B variantı. 43.806 ədədindən böyüyü seçirik. Deməli, bu 40.000-dir. 43.000 olanlar A, B, D variantında qaldı. 43.000. Üçüncü rəqəmi 8-dir. Bunun üçüncü rəqəmi 8-dir. Bunda da 8-dir. Bunda 6-dır. Böyüyü dediyinə görə 6 olanı atdım. Bu variantda deyil. Dördüncü rəqəmi 0-dır. 6-dır. Hansı 0-dan böyükdür? Təbii ki də 6 olan. Olur B variantı. 5-ci sual. Hansı ədəd 4 10 minlik, 2 minlik, 8 yüzlük, 5 onluq ədədinə bərabərdir? 4 10 minlik o deməkdir ki 40.000. 2 minlik 2000, 8 yüzlük 800, 5 onluq da 50. Toplayanda 42.850. Bu da D variantında var. Hansı ədəd A-dan böyükdür? A deməli 4830 ilə 4840-ın arasındadır. 4831, 32, 33, 34, 35, 36, 37, 38. Deməli A 4838-dir. Bundan böyüyü soruşur. 4800 bu 3000-dir. 4838 bu elə özüdür. 4832 təbii ki də 38-dən böyük deyil. Elə qaldı 4888. Bəli. 4888 4838-dən böyükdür. Çünki baxın, bu başdan 2 rəqəmi eynidir, ancaq 3-cü rəqəmi 8-dir, bunun 3-cü rəqəmi 3-dür. 8 də 3-dən böyükdür. Ədədləri hansı sıra ilə düzmək böyükdən kiçiyə düzmək deməkdir? Böyükdən kiçiyə azalan sıradır. Çünki azala gedir böyükdən kiçiyə. Düzgün müqayisə hansıdır? Baxaq. İkisi də 4 rəqəmlidir. 6000 bu 6 ilə başlayır, bu 7 ilə başlayır. Təbii ki də bu yanlışdır. İkisi də 4 rəqəmlidir. 3 ilə başlayır, 3 ilə başlayır. 2, 2, 4, 4. Bir dənə son rəqəmlər fərqlidir. 3, 2. 3, 2-dən kiçikdirmi? Xeyr, bu da yanlışdır. Başdan 23 eynidir. 2 eynidir. 6, bu da 7. Dördüncü rəqəmlər fərqlidir. 6 7-dən böyükdürmü? Xeyr. Deməli D variantı doğru olacaq. Baxaq yenə də.
5 ilə başlayır, 4 ilə başlayır. Təbii ki də 5 4-dən böyükdür. Və 4 rəqəmlidir hər ikisi də. 9-cu sualda. Verilmiş ədədləri artan sıra ilə düzülüşünü seçin. Yəni azdan çoxa. Deməli, ən sonda bu 49.000 olacaq. Çünki o ən böyüyüdür. 49.000 ən sonda olan da B variantıdır. Yenə də baxaq. 32.468. Baxın, başdan 3 dənə rəqəmi eynidir. Ancaq sonda bu 4-cü 6-dır. Bunun 4-cüsü 7-dir. 6 7-dən artan sıra dedikdə azdan çoxa doğru düzməliyik. 10-cu sual. Hansı şagird gün ərzində daha çox addım atmışdır? Müqayisə, baxaq. Ən çox, deməli, bu başlanğıc rəqəmlərinə baxıram. Çünki hamısı 4 rəqəmlidir. Lamiyə və Samir digərlərindən az addım atıb. Çünki 4 və 3 ilə başlayır. Ancaq digərlərinə 5 ilə başlayır. Turan və Nuraya baxsam, 5, 5, 0, 0, 3-cü rəqəmi 4, 3-cü rəqəmi 5. Başdan 2 rəqəmləri eynidir. 3-cü rəqəmi böyük olduğuna görə Nuray ən çox addımı atan şagirddir. 11-ci sual. Verilən ədədlərdən ən kiçiyi hansıdır? Yenə də 4 rəqəmlidir hamısı. İlk rəqəmlərinə baxıram. 3, 3, 3, 5. Ən kiçiyi soruşur. Bu 5 böyük başladı. Daha sonra ikinci rəqəmə baxıram. 2, 2, 2. Eynidir. Üçüncü rəqəminə baxıram. 4, 9, 7. Ən kiçiyi hansı oldu? Təbii ki də 4 olan. 12-ci sualda. Deməli, baxaq yenə də. Deməli, baxın. 34, 34, 34. Eyni gedir. 0, K və 3. Burada da sonu 86 və də 91, burada 93. Neçə fərqli rəqəm yazıla bilər? Deməli, 293. Burada deməli K-nın yerinə yazıla bilər 0, 1, 2. Baxaq görək 3 yazıla bilərmi? Bəli, 3 də yazıla bilər. Çünki baxın bunları qoyanda 34.091, 0-ı qoyanda, 1-i qoyanda 34.191, 2-ni qoyanda 34.291, 3-ü qoyanda 34.391. Elə 4 dənə burada fərqli rəqəm yazıla bilər. 0, 1, 2, 3. 13-cü sual. Ulduzun yerinə hansı rəqəm yazılsa müqayisə doğru olar? Deməli, başdan 2 dənə rəqəm eynidir. Deməli, buradakı ulduz hər nədirsə 3-dən böyük olmalıdır. 3-dən böyükdə yalnız D variantı var. Böyük işarəsi dağı bu böyük işarəsi. 14-də A-nın yerinə hansı ədəd yazıla bilər? 40.350, 44.350. 40.000 ilə 44.000-in arasında baxın. 45.000 yoxdur bu arada. 35.000 də yoxdur. 43.000. 40.000-dən 44.000 arasında düşür. 15-də ədəd oxuna əsasən doğru müqayisəni seçin. Deməli, biz bilirik ki, ədəd oxunda sağda yazılan ədəd solda yazılan ədəddən böyükdür hər zaman. Məsələn, A kiçikdir B-dən. A sağdadır, B soldadır. A B-dən böyükdür. Bu yanlışdır. B variantında B böyükdür C-dən. Xeyr, C böyükdür B olmalıydı. C variantında C böyükdür D-dən. Bəli, C D-dən sağdadır, bu doğrudur. D variantında təbii ki də yanlışdır. Çünki fərqli şeylərdir. Onlar necə bərabər ola bilər? A C-dən böyük olmalıydı. Burada olur C variantı. İzahımız bu qədər. 15 sualın hamısını izah elədim. Əziz şagirdlər, ümidvaram ki, bu izah sizlər üçün faydalı oldu. Əgər hər hansı bir nüans qaranlıq qalarsa, onu qeyd etməyi unutmayın ki, mən onu detallı izah edim bir də sizin üçün. Digər bölməmiz yuvarlaqlaşdırma bölməsinin izahı olacaq. Allahın izni ilə inşallah ki, gələn həftə yuvarlaqlaşdırmanın A variantı, yəni test 7-ni izah edəcəyəm. Digər videolardan xəbərdar olmaq üçün kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Sağ olun, digər izahlarda görüşərik.